أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين الحمد والثناء كله لله الذي كسرت الألسن عن بلوغ ثنائه كما يليق بجلاله وأصلي وأسلم على أشرف الأنبياء والمرسلين حبيب إله العالمين الذي سمي في السماء أحمد وفي الأرضين أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى آل بيته الطيبين الطاهرين وأصلي وأسلم على أخيه ووصيه وابن عمه مولى المتقين أمير المؤمنين علي بن أبي طالب عليه الصلاة والسلام، ثم على سيدة نساء العالمين فاطمة الزهراء سلام الله عليها، ثم على سيدي شباب أهل الجنة أجمعين ريحانتي قلب رسول الله الحسن والحسين عليهما السلام، ثم على أئمة المسلمين وقادة المؤمنين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الغدة القائم المنتظر المهدي. اللهم صل على محمد وآل محمد. أجل الله تعالى فرجه الشريف وجعلنا الله وإياكم من أنصاره وأعوانه والمستشهدين بين يديه. أوصيكم عباد الله ve nefsi bi tekvallah. Yana da söhbətə başlamamışdan əvvəl ilk öncə özümü və sonra sizin hamınızı Allaha təqvalı olmağa dəvət edirəm. Allahın vərəq izzətinə, cəlalına təqvalı olmamış bizi bu dünyadan aparmasın inşallah. Birinci xütbədə sözümüz bu yerə gəldi çatdı ki, Allah Teala Qur'an-ı Kərimdə mümin Ali Firavunun əhvalatını danışır ki, sözlərindən biri də buydu ki, açıq-aşkar insanları artıq dəvət eləməyə başlamışdı. Ki, ey insanlar, gəlin cənnətə inanay, cəhənnəmdən qorxay. Bilin ki, dünya bir neçə günlükdür, biraz sonra qurtaracaq. Əsas qalan nədir? Axirətdir. Hər kəs yaxşı əməl sahibi olsa, Allah Teala onun əməlini ona göstərəcək. Həmən adam mömündür. Hər kəs pis əməl sahibi olsa, onun da cəzasını da, onun da işgəncəsini görəcək. Elə bunun bu sözündən sonra belə bir dənə bəhsə biz müraciət elədik. İnsanın əməllərinin, insanın həyatında, insanın ömründə, yaxud insanın yaşadığı həyat deyək. Çünki həyat ən gözəl misaldır. Allama Təbətabai, Allah rəhmət eləsin, deyir, insanın həyatı üç hissəyə bölünür. Birincisi, insan öz yaşadığı dövrü üç dənə hissədən keçir. Ki, bəziləri deyir, bunu qəbul eləmirlər, amma deyir, Qur'an-ı Kərimin, hətta təfsir-i mizanda belə bir dənə təbirlədir. And olsun deyir ömrümə, and olsun canıma. Bir dənə bu ayə kifayətdir mənim bu sözümü təsdiq eləmək üçün. Allah Teala buyurur ki, deyərlər ki, لَقَدْ كُنَّا فِي غَفْلَةٍ مِنْ هَذَا. Ki, ölüm anı ki gələr, Əzrail əleyhissalam ki, onların canını alır, hər şey görməyə başlayarlar, yadlarına düşər. Qəflətdən ayılarlar. Ki, Allah Teala ki, deyir, qəflətdən ayılarlar, qəflətdən ayılarlar kəlməsi deyir, kifayətdir. Deməli, qəflət nə vaxtı olur? Sənə bir sözü deyirəm, bunu yerinə yetir. Yoxsa başına nəsə gələr. Başına gələn vaxtı ayılırsan, molla mənə demişdi bunu. Qəflət bu cür olur, yoxsa yoxdur? Qəflət o şeyə deyirlər ki, bilirsən, yaddan çıxartırsan, ayılırsan, açansa, onda sənin yadıma düşür. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, hadisələr baş verən vaxtı insan deyər ki, mən qəflətdəydim. Deməli, mən bunları bilirdim, yaddan çıxartmışam. Hardan bilirdim? Hansı həyatda bilirdim? Deyir ki, insanın birinci həyatı ilə həmən həyatdır. Ki, onun adına nə deyirlər Qur'an-ı Kərimdə? Aləmi zər. Ki, bir dəfə bunun barəsində elə bilinən təfsilatı ilə danışmışıq. İkinci həyat nədir? İkinci həyatı yaşadığımız bu həyat. Üçüncü həyat nədir? Bu həyatdan sonra gələn həyat. Ki, ona görə Allama Təbətabai buyurur ki, insanın həyatı üç yerə bölünür. İnsanın əməli, insanın həyatında təsir buraxır. İnsanın həyatında təsir buraxır. Ən çox hansı həyatında olan əməli insanın həyatında təsir buraxır? Bugünkü həyatımızda olan əməllər həyatımızda təsir buraxır. Necə? Bu həyatımı da mən zayi eləyə bilərəm. Bundan sonra gələn həyatımı da, axirət həyatını da mən paymal eləyə bilərəm. Yaxud,
nicat verə bilərəm, saadətə yetişənlərdən ola bilərəm. Elə ona görə dedik ki, insanın əməlləri dünyada insanın qabağına çıxır, bir də insan dünyadan gedəndən sonra əməlin mükafatı yaxud cəzası hələ qiyamət günü olmamışdan qabaq Allah Teala ardınca göndərir. Yaxşı əməlləri də, pis əməlləri də. Amma elə ki, qiyamət günü oldu, bəs ondan sonra, yaxud insan dünya ilə əlaqəsi kəsiləndən sonra əməllərin mükafatı, cəzası, savabı baxımından Allah Teala nə danışır bə? Mömin Ali Firon ona işarə edirdi. Quranın ayələrinə diqqətlə nəzər eləyəndə görürük ki, Allah Teala əməlləri iki yerə bölür. Əməllərin mükafatı, yaxud cəzası. Əməllərin mükafatı, cəzası Allah onu nə adlandırır? Əməllərinin mükafatını adlandırır cənnət, əməllərinin cəzasını, işgəncəsini adlandırır nə? Cəhənnəm. Mən cəə bi həsənətin fələhu əşru əmsaluha. Hər kəs bir dənə yaxşı iş görürsə, onun 10 qatını ona verəcək. Yaxud bir dənə sədəqə yerinə yetirəsən, Allah Teala həmən sədəqəni sənsin o qədər böyəldər, qiyamət günündə əta eləyər sənə. Ühud dağından böyük bir dənə səviyyədə. Desən ki, elə bilsən bir dənə atı deyir, uşaq vaxtından böyətmişdin, nə bilim, ərsiyə çatdırmışdın, dəvə balasını böyətdirmişdin, ərsiyə çatdırmışdın, Allah da sənsin elə bil həmən ağacın dibinə özü su verib. Sənsin böyətdir bunu. Bir dənə xırda gizlində verdiyin bir rubulu sədəqəni Allah Teala dağ boyda gətirib qiyamət günündə verir sənə. Nə kimi? Cənnət kimi verir. Nə kimi? Cəhənnəm kimi sənin bəlalarıdır, sənin əməllərinin cəzasını gətirir sənə verir. Bu bir dəfə. İnsanın qabağında çıxır, qiyamət günündə çıxacaq. Ki Allah Teala bizim əməllərimizin mükafatını cənnət kimi bizim qabağımıza çıxartsın inşallah Teala. Ki Peyğəmbər sallallahu deyir, Meyraca gedəndə deyir, gördüm ki, mələkələr işləyirlər. Qızıldan, nə bilim, mirvaridən, ləli cəvahiratdan daşlardır. Arada tikirlər, daşları qoyurlar, arada dayanırlar. Arada daşları qoyurlar, arada dayanırlar. Dedim ki, ya Cəbrail, bu nə əhvalatdır? Bunlar nəyi tikirlər, nə üçün dayanırlar, nə üçün davam edirlər? Tikdikləri bina kimlərsində deyir ki, yer ərzində, yer üzərində bir dənə dəstə var. Onlar səhv eləməsəm ya Coşəni Kəbirdə ya da mücür duasını oxuyanlardır. Onlar hər dəfə mücür duasını oxuyurlar, Allah Teala onlarsın burada nə qoydurur? Cənnətdə onlarsın evlər tikdirir. Yaxud Peyğəmbər sallallahu buyurur, hər kəs bir dənə la ilahə illallah desə cənnətdə olsun ağac əkdirərik. Deməli, mənim la ilahə illallahım nə qədər çox olsa mən cənnətdə bağlar saldırılmışam ki. Amma vay o gündən ki, Peyğəmbər sallallahu deyir, bu hədisi deyəndə biri dedi ki, ya Rəsulallah, çalan bağlarımızdır ki cənnətdə. Dedi, olar, amma sən bir dənə yalan danışmayla bir dənə meşəni yandırırsan. Saxlamaq çətindir. Deməli, qısa şəkildə, yəni özümüz hədislərə müraciət eləyə bilərik ki, görəsən nə dərəcədə əməllər var ki, məsələn, hər kəs bir nəfərə ehtiyacı olan yoxsula qış paltarı geyindirə, yay paltarı geyindirə, yaxud onun qarnını doyuzdura, onun məsələn eybin örtə, ona kömək eləyə, bir dənə yetimə, bir dənə mömin balasına, yaxud möminə Allah Teala hədisdə Peyğəmbər sallallahu dilindən bizə çatdırır ki, onun əməllərinin mükafatını nə müqərrəb peyğəmbərlər bilərlər, nə müqərrəb mələkələr bilərlər. Heç kəs bilməz bu əməlin savabının çoxluğu nə qədərdir. Yalnız və yalnız Allah özü bilər. Hesab eləyə bilməzlər bu əməlin. Yaxud bir dənə yetimin başına əl çəkmək, bir nə qədər əlin yetimin saçına toxunsa, onun tellərinin sayı qədər, toxunan tellərinin sayı qədər Allah Teala sənə mükafat verəcək, savab verəcək. Bu savablar hardadır? Allah Teala onun əməlini sənin qabağında cənnət olaraq çıxartacaq. Bu birinci bölmə, ikinci bölmə isə əməllərin təcəssümü. Əməlin mükafatı, mən namaz qıldım, namazın savabı. Savabı nə oldu? Mənsin cənnət oldu. Bəs namaz özü harada olacaq? Bir namaz özü sənin qabağına çıxacaq qiyamət günü. Nə ki qiyamət günü? Burada elə hədislər var. Hədisdə Peyğəmbər sallallahu buyurur, İnnəl mu'min İzə xərəcə min qəbrihi. Əgər mömin öz qəbrindən çıxsa, suvvirə ləhu əməluhu fi surətin həsənə. Onun əməli gözəl şəkildə çıxar onun qabağına. Əməllərinin savabı yox ha, əməli özü. Ki Allah Teala Quran-ı Kərimdə ki buyurur, hər kəs yaxşı əməllə məşğul olsa, onu görəcək, hər kəs pis əməllə məşğul olsa, onu görəcəyin təfsiri. Nədir təfsiri? Budur. Buyurur ki, hər kəs mömin olsa,
Qəbirdən çıxan vaxt Allah onun əməlin gözəl şəkildə, gözəl bir kişi şəklində çıxartar. Deyər ki, ma anta fa vallahi inni la araka imra sidq. Məndir səni gözəl, doğru danışan, imanlı bir kişi kimi tanıyıram. Sən beləncə adamlara oxşursan, sən kimsən? Cavab verər, fəyəqulu ləhu, ənə əməluk, mən sənin əməlinəm. Fəyəkunu ləhu nuran və qaidən iləl cənnət. Cənnətə gedənə qədərdir, onun qabağına düşər. Ona nur saçar. Onunla bir yerdə olar. Onun qərini olar. Allah Teala Quran-ı Kərimdə bu cürə insanın əməlinin qabağına çıxmasına nə deyir? Qərin. Sonra buyurur, fə innəl kafir, amma da kafirdir qəbirdən çıxsa, suvvirə ləhu əməluhu fi surəti səyyiət. Çirkin bir formada, çirkin bir şəxs şəkildə əməli gözləyər onu orada. Nə deyər? Elə ki, qəbirdən çıxar, deyər ki, mən əntə, sən kimsən ha? And ola Allaha, sən də yaxşı adama oxşamırsan. Xoş niyyətlə gələn adama oxşamırsan. Nə edirsən burada? Nə üçün gəlmirsən? Fəyəqulu ənə əməlur. Mən sənin əməlinəm, sən məndən qaça bilməzsən. La ərəkə fəyəntəliqu bihi hətta yədxulal nar. Ona o qədər orada əziyyət eləyər, o qədər baş ağrı verər, ta onu cəhənnəmə daxil eləyənə qədər. Sonra başqa bir hədisdə buyurur, Peyğəmbər sallallahu Quran-ı Kərimin ayəsini təfsir eləyir. Yawma yunfaxu fis-sur fətə'tuna əfvaca. Elə ki, sura İsrafil əleyhissalam üfürər, qiyamət gününün başlamasına işarə eləyər, insanlar dəstə-dəstə gələrlər. Dəstə-dəstə deyəndə kimi nəzərə tutur Allah Teala? Peyğəmbər sallallahu buyurdu, yoxşara əşərətə əsnaf min ümməti əştata. Mənim ümmətimdən 10 dənə dəstə olar. Fəəmməlləzinə alə surətil qirədə. Bir dəstəsi gələr, meymun şəklində gələr. Kimlərdirlər? Onlar insanların içərisində zülm eləyənlərdirlər. Onlar insanların içərisində tərəzidə alladanlardılar. İnsanların sözün gəzdirənlərdirlər. Qəttat buna deyirlər. Amma o insanlar ki, üzr istəyirəm, donuz şəklində gələrlər, onlar batil yiyənlərdirlər. Əməllərinə, müamilələrinə, alverlərinə haram qarışdıranlardılar. Bir dəstə insanlar gələr, kəlləsi üstü Allah Teala onlara əmr verər mələkələrə sürüdə gətirərlər. Kimlərdirlər? Onlar riba yiyənlərdirlər. Hansı ki bizdə muamilə deyirlər, sələm deyirlər. Həmən muamilə yiyənlərdirlər. Bir dəstəsi gələrlər, kör şəkildə gələrlər. Kimdirlər? Hökmündə zülm eləyənlərdirlər. Bir dəstəsi gələrlər, kardılar, laldılar. Kimlərdirlər? Öz əməllərindən xoşu gələnlər. Mən yaxşı elədim. Elə düz eləmişim, əcəb eləmişim. Öz əməlindən xoşu gələn. Bir dəstəsi vəllezine yandağuna bi alsinatihim. Bir dəstəsi də gələrlər dillərin çeyniyə. Dillərin cəmaət hamısı görərlər ki, bunlar dillərin çeyniyə gəlirlər. Kimdir? Fəl ulama vəl quzat, alimlərlə qazilərdirlər. Bir dəstəsi gələrlər xalafə a'maluhum aqvaluhum. O alimlər ki, o qazilər ki, onların əməlləri dediklərindən zid çıxıb. Bir dəstəsi gələrlər, əlləri, ayaqları kəsilmiş şəkildə. Onlar kimlərdilər? Qonşularına əziyyət eləyənlərdirlər. Bir dəstəsi gələrlər, Allah oda əmr eləyər, od onu çarmıxa çəkmiş şəkildə gətirər. Çarmıxa çəkmiş şəkildə gətirər. Onlar kimdilər? Fəssuat bin nasi ilə sultan. İnsanların işin hökumətə verənlərdirlər. İnsanların içərisində gəzər, haydi, birdən bir şey oldu, Qasım dərhal xəbər verir. Elə bil, hökumətin qulağı. Qasım xəbər verən. Haqqı da qaparıb çatdırar, batili də çatdırar, hər nəyi. Deyər ki, mənim vəzifəm budur. Onlar nə olarlar? Onlar deyir, oda çarmıxa çəkilmiş şəkildə gətirilərlər. Bir dəstəsi həddindən artıq iyrənc iy verilən halda gətirilərlər. Kimlərdirlər? Yətəməttəunə biş-şəhəvat və ləzzat. Dünyada olanda ömürlərin ləzzətlə, eş-işrətlə keçirdilən adamlardır. Bunların məclislərindən həmişə eş-işrət iyi gələnlər deyib, qiyamət günü ən üfunətli iy verən halda gətirilərlər. Bir dəstəsi isə gətirilərlər kisə paltar geyinmiş halda. Kisə paltar geyinmiş halda kimlər gətirilərlər? O adamlar gələrlər ki, onlar deyir, həmişə istəyərlər təkəbbürdən paltar geyinsinlər. Paltarı geyinərlər, dayı paltarı o niyyətlə geyinərlər ki, cəmaat baxsınlar, mən paltarımla insanları sındırım. Paltarımla görsünlər ki, bu vəzifəlidir. Paltarım mənim cəmaata təsir qoysun. Axırda soruşur, sən kimsən deyir, mən Pinəçi Dadaş olam. Axırda görsən ki, bu cürə deyir. Paltarı ilə, danışığı ilə insanlara bu cürə təsir
qoymaq istəyir. Xülasə, bu insanların sinifləridirlər. İndi vay o adamın halına ki, bunları biləndən sonra İmam Həsən Əskəri əleyhissalam buyurur ki, "Ma aqbaha bil mu'min an takuna lahu rəğbatun tazilluhu." Necə də pisdir, möminin arzusu olsun ki, onu zəlil eləsinlər. Elə bir dənə arzunun ardınca düşsün ki, həmən arzu həyata keçsə bu zəlil olacaq. Necə də pisdir ki, mömin bu arzu ilə yaşasın. Fərz eləyək, bu qədər şeyi bildik. Bildik ki, əməllərimizin mükafatı dünyada qabağımızda doğru çıxacaq. Dünyadan gedəndən sonra necə çıxacaq, necə təzəssüm eləyəcək, necə Allah Taala onun savabını, yaxud cəzasını verəcək. Bu qədər şeyləri bilə-bilə, imandan da dəm vura-vura gələsən, yenə də zəlillik gətirən şeylərin arzu düşəsən, İmam Həsən Əskəri əleyhissalam nə buyurur? Buyurur ki, necə də pisdir ki, insan belə bir şeyin ardıca düşsün. İmam Həsən Əskəri əleyhissalamdan hədisi də ona görə zikr elədik ki, bu günə təsadüf eləyən gün, yəni təsadüf deyəndə, təsadüf İslamda yoxdur, amma yəni üst-üstə düşən mənasında biz də zikr elədik. Bu günləri üst-üstə düşən əhvalatlardan biri də İmam Həsən Əskəri əleyhissalamın şəhadətidir. Biz bu münasibətlə ağanın balası İmam Zaman ağaya, bütün müştəhidlərə, din fəqihlərinə, vəli fəqihə, bütün dünya müsəlmanlarına, xüsusən sizlərimizin hamısına təsliyyət arz edirik ki, Allahın bu izzətinə, cəlalına ağanın balasının zuhurunda təzil eləsin. Ağanın bu günləri şəhadət günüdür. İmam Həsən Əskəri əleyhissalam az yaşayan imamlarımızdandır ki, neçə il yaşayıb? 28 il yaşayıb. Elə bir dənə dövrdə yaşayırdı ki, Abbasi xəlifələri çalxalanan vaxt idi, Abbasi xilafəti çalxalanan vaxt idi. Türklər bir tərəfdən, ərəblər özləri bir tərəfdən, Moğollar bir tərəfdən, hər tərəfdən sıxma boğmada olduqları vaxt idi ki, İmam Həsən Əskəri əleyhissalamla, İmam Əli Nəqi əleyhissalamın dövrləri onların belə bir zamanını təsadüf eləmişdi, üst-üstə düşmüşdü. Elə bir dövr idi ki, ağa da yolla gedirdi, şiyə görürdü, gözləri bərəlirdi ki, qaçsın sevinclə, ağasına salam versin, görərdi ki, ağa yoldan işarə edir ki, o tərəfə gəlmə. Gəlsən, başını kəsəcəklər, boğazını işarə eləyərdi. Gəlmə, yaxınlaşma. Sənin bu salamın başının getməsinə səbəb olacaq. Bu dərəcədə bunları nəzarətdə saxlayırdılar. Hətta deyir, zindanda saxladılar nə qədər. Nə biləyim. Amma buna baxmayaraq, Əhl-i Beyt imamlarının içərisində bu iki dənə imamın Əhl-i Beytin dünyaya yayılmasına, Əhl-i Beyt məzhəbinin dünyaya yayılmasında çox böyük rolları olub. Deyirsiniz ki, 28 ilən bunlar nə yayıblar? Ağa, İmam Əli Nəqi əleyhissalam, İmam Həsən Əskəri əleyhissalam deyir, 100-ə yaxın İmam Həsən Əskəri əleyhissalamın özünün şagirdi var idi. Elə şagirdlər ki, bunlar hamısı çoxlu kitablar yazdılar. Ağa onlara dərs verirdi, deyirdi, burada qalma, get filan yerə. Dərsi verirdi, get filan yerə. Dərsi verirdi, get filan yerə. Ölənə qədər orada qal. Rey Musafiri filminə baxmısınız? Rey Musafiri filmində də həmən əhvalatı işarə edilirlər. Ki, Əhl-i Beytin dünyaya, İmam Sadiqlə, İmam Baqir əleyhissalamın rolu əgər Əhl-i Beyt elmin tədris eləməkdirsə, onlar çərçivəni artıq bəyətdilər. Ərəbistandan çıxartdılar, gətirdilər, hara qədər saldılar? Dünyanın müxtəlif yerlərinə qədər, Azərbaycana, nə bilim, əl çatmayan yerlərə, hansı ki, Abbasi xilafəti o yanlara gedə bilmirdi, o tərəflərdə Əhl-i Beyt məzhəbini yaymağa başlatdırdılar. Ki, İmam Həsən Əskəri əleyhissalamın rolu. İmam Həsən Əskəri əleyhissalamın həyatından təbərrükən bir əhvalatı da danışım. Mu'təmid, Allah lənət eləsin ki, ağanı axırda zəhərlətdirir. Mu'təmiddən qabaq gələn xəlifə ki, hamısı türklərin əsaratında olublar. Necə? Mütəvəkkil ki, Allah lənət eləsin. Dayıları türk idi. Güclü döyüşçülər olduğuna görə anasının qohum əqrabasının hamısını yığıb gətirib salmış sarayın içərisində. Mütəvəkkilin dövründə bir şey eləyə bilmədilər. Amma mütəvəkkildən sonra, yəni bəziləri deyirlər ki, mütəvəkkilin ölümünə də bu səbəb oldu. Mütəvəkkil oğlun cəmaatın içərisində təhqir elədi, oğlu da dayılarla, türk qohum əqrabalarla danışdı, sizə filan vəzifələri verəcəyəm, hücum elədi, atasını öldürtdürdü. Belə bir şey baş verdi. Amma sonradan nə oldu? Atasını öldürtdürən həmən müstəyin billahdır, nədir? Hamısının axırında billah var. Amma hamısının əvvəlində gələ nə deyəsən? Əl-əuzu billah gələ deyəsən. Çünki bunlar bu cür adam olublar. Nə Allaha pənah aparan olublar, nə Allahdan qorxan olublar ki, billahın axırında bilə. Yəni, müstəyin billah, yəni Allahdan kömək istəyən. Amma Allahdan kömək istəyən olmuyor. Bunlar hamişə eyş işlətin içərisində olur. Gələ bunlara əncə əuzu billah deyəsən. Xülasə, türklər deyir, gəldi deyir,
Atasını öldürəni deyir, xilafətdən düşürtdülər, onu diri-diri bastırdılar, öldürtdürdülər. Öldürdülər, cəmaatın gözünün qabağını, cəmaat heç nə eləyə bilmədilər. Sonradan onun qardaşını gətirdilər xilafətə. Biraz sonra, 4 il sonra onu da öldürdülər. Gətirdilər onun əmisi oğlu. Xilafətə gətirdilər. Əmisi oğlu Mu'təmid axırda nə elədi? İmam Həsən əleyhissalamı şəhadətə yetizdirdi, zəhərlətdirdi ki, Allah onun əzabını artıq edəsin. Zindandan çıxartan vaxtı, zindandan çıxartmasına da ki, ağa ki zindandaydı, zindandan çıxartdırdı. Bir müddət sonra zəhərlətdirdi. Nə üçün zindandan çıxartdırdı? Belə bir əhvalat baş verdi. Quraqlıq oldu, müsəlmanlar getdilər, oruç tutdular, oruç tutandan sonra gəldilər, namaz qıldılar səhrada. Bir gün qıldılar, yağış yağmadı, istisqa namazı. 2 gün qıldılar, yağış yağmadı. 3-cü gün qıldılar, yağış yağmadı. 4-cü gün xristiyanlar dedi ki, ay cəmaat biz gedirik dua eləməyə. Müsəlmanlar da ki, sizin duanız nə qəbul olacaq. Bunlar da getdilər, cəmaat da gediblər də bəzilər, görürsən nə olacaq. Getdilər, əllərini qaldırdılar. İlahi, bizə yağış lazımdır, bizə yağış nazil elədir. Göyün üzün qarıq-qarıq buludlar aldı. Elə bir dənə yağış yağdı, dəhşət. Hamısı qalıblar. Sabahsın gəldilər, yenə də əllərini qaldırdılar. İlahi, yağış azdır, yenə yağış nazil elə. Cəmaat hamısı ətrafda müsəlmanlardılar. Bütün xilafətin hər yerinə yayılır bunlar ki, həmən bu əhvalatı. Xülasə, əllərini qaldırır, qara bulud alır göyüzün, yağış yağmağa başlayır. Hamısı şübhəyə düşüblər İslam dininin barəsində. Ki, görəsən, İslam dini, biz əlimizi qaldırdı, ilah, yağış yağız. Amma rahib gəlir, xristiyan mollası gəlir, əlini qaldırır, Allah yağış yağdırır. Sual cavab tapa bilmirlər, xəlifənin yanına qədər gəliblər. Xilafət silkələnir, bunlara da yaxınlaşa bilmirlər ki, birdən bizə bəddua eləyərlər, yıxılar evimiz, küməmiz yıxılar, qalar belənci. Bədəbətə ən azından gedib xristiyanlığı qəbul eləyərik bunların. Məsələn, sahada deyərik ki, biz sizin dedilərinizi qəbul elədik. Neynəsinlər, hələ cavab vermək lazımdır, getdilər İmam Həsən əleyhissalamın yanına. Ağa dedi ki, yəni gəlsinlər. Gəldilər səhraya, səhraya gəldilər, ağa deyir ki, əllərini qaldırsınlar hələ. Əllərini qaldırdılar, dua elədi, ilahi, yağış lazımdır, qara bulud aldı, yağış yağmağa başladı. Hamısı belə qalıblar, gözləri bərəlib, bu nə işdir? Ağa deyir ki, filan kəs var ha, rahiblərin içərisində oturun, deyirəm. Gedin onun əlinin burasında bir şey var, torba var. Həmən torbanı ondan alın, gətirin. Getdilər, hücum elədilər qəflətən ona, əlindəki torbanı qopartdılar, gətirdilər. Ha qışqır bağır saldı, xulasa torbanı axır gətirdilər, ağa cəmaatın gözünün qabağında açdı, içərisindən bir dəstə sümük çıxdı. Deyir, gedin ona deyin ki, təzdən əllərini qaldırsınlar, dua eləsinlər. Nə qədər əllərini qaldırdılar, dua elədilər, dua qəbul olmadı. Nə qədər əllərini qaldırdılar, bir bulud ki vardı göyün üzərində biraz, onlar da çıxdılar, getdilər, gündə adam yandırır, bu dərəcədə şöylə saçır. Xulasa, gəldilər, hamısı dedilər, ağa, bu nə məsələdir? Dedi ki, bunlar gedirlər, filan Peyğəmbərin qəbrini qazıblar. Peyğəmbərin qəbrini qazıblar, torbanın içərisində doldurublar. Adət budur, Allahın iradəsi budur. Hər vaxt Peyğəmbərin sümüyü görsənsə, yağış yağmalıdır. Bunlar hər dəfə dua edəndə torbanın içərisində sümüyü çıxartırlar, Allah Taala həmən sümüyə görə yağış yağdırır. Sirri budur. Yoxsa bunların özlərində bir kəramət yoxdur. Ondan sonra Mu'təmid Abbasi, Allah lənət eləsin, ağanın buraxılmasına əmr verir. Amma biraz keçəndən sonra görür ki, ağa 100 nəfərə qədər adama dəst verdi, bunları dünyanın müxtəlif yerlərinə göndərib. Ondan sonra əmr verdi ki, ağanı zəhərləsinlər. Ağa Samirqada atası İmam Əliyə Nəqi əleyhissalamın yanında dəfn olunur. Bu günləri həm demək olar ki, matəm günüdür, həm də bir tərəfdən bayram günüdür. Matəmlə bayram bir-birinə qarışır. Matəm də ona görə ki, biz 11-ci imamımızı itirmişik. Bayram da ona görə ki, çünki bizim zamanımızın imamı, yəni sənin ağan, mənim ağam, zamanımızın sahibi bu günləri imamətə yetişdiyi gündür. Bir imamın ölümü ilə o bir imamın imaməti başlayır. Bizim ağamızın bu günləri imamətə yetişdiyi gündür. Vay o gündən ki, ağamız bizdən narazı olmuş olsun. Allah Teala Tövbə surəsində buyurur: "Qul i'malu feseyerallahu amalakum ve rasuluhu vel mu'minun." Ey insanlar, əməl eləyin. Sizin əməllərinizi Allah görür. Peyğəmbər görür. Bu ayəni yadda saxlayın. Bu ayə elə ayədir ki, imamətə işarə edən ayələrdəndir. Bu ayənin cavabını əhl-i sünnə verə bilmirlər. Allah Teala açıq-aşkar deyir: "Ey insanlar, əməl eləyin. Sizin əməlinizi Allah görür. Peyğəmbər görür." Gözəl bir işarə ilə altılı işarə edir. Fəsəyyərəllah. Allah görür. Muzari feilindən işarə edir Allah Teala. Muzari feili də daimiyyətə, istimrara, ardıcıl olmağa işarə edən bir dənə feildir ərəb dilində. Fəsahətdən, bəlağətdən bilənlər bunu bilirlər. Sizin əməllərinizi Allah görür. Peyğəmbər görür və möminlər görür.
Və sonra, öləndən sonra Allah Teala sizi daha çox hesab kitaba çəkəcək. Tövbə surəsinin ayəsidir. 105-ci ayə. Sualdır, Allah görür, bildir. Peyğəmbər görür, bildir. Bəs möminlər kimdir? Mən bu günlər özümü mömin deyirəm. İnsanların hansı birinin əməlini mənə göstərirlər? Kimdir? Hansı adamdır ki, möminlərin hamısının əməlini Allah Teala ona göstərir? Nə ki möminlər? İnsanların hamısının əməlini gətirib ona göstərirlər həftədə. Allah Teala açıq-aşkar Quranda buyurur. Sizin əməllərinizi Allah görür, Peyğəmbər görür və möminlər görür. Kimdir həmən mömin? Mənim əməlimi görən mömin kimdir? Yox, qiyamət gündə hər kəs bu cürə desə yalan danışır. Çünki Allah Teala deyir ki, ondan sonra, öləndən sonra, summa turadduna, sonradan sizi qeybdən xəbəri olanın huzuruna aparır. Yəni ondan sonra öləcəksiniz. Hələ ölməmişdən qabaq mənim əməllərimi kim görür? Allah Teala deyir bunu. Tövbə surəsində 2 yerdə Allah Teala özü işarə edir. Kimdir? Bu günləri, bizim Əhl-i Beyt məzhəbində bu sualın cavabı var. Bizim əqidəmizdə budur ki, möminlərin əməlini görən kimdir? Peyğəmbərdir və Peyğəmbərin canişini olan haqq imamlardır ki, həftədə bəzi rəvayətlərdə var ki, 2 dəfə bütün insanların əməlləri hamısı ağanın huzuruna gətirirlər. Ağa deyir, bəşiyyələrinin, məhəbbət bəsləyənlərin yaxşı əməli olsa deyir, sevinər. Elə ki, onların içərisində bəyənilməyən bir əməl görsə, qəmgin olar. Rəvayətdə var, imamlardan birinin yanına gəldi. Ağa deyir, oturan kimi dedi ki, dünən gecə əməlləri mənə göstərdilər. Sənin əməlinə baxdım, sevindim. Qaldım bilənçi, ağa başladı davam eləməyə. Sən filan yerdən, filan şəhərə gedən vaxtı, filan qohumunsun, pul apardın, vəziyyəti pisdir. Buna görə biz çox şad olduq ki, sən qohum əqrəba oldun, fikirləşən adamlardansan. Ona görə sən üçün dua elədik. Hamısı, yəni sənin də əməlin, mənim də əməlim, hamısı göstərilir. İndi özümüz üçün bir də bu oturaq fikirləşək, görək ki, biz ağamızı nə qədər sevindirmişik, nə qədər qəmgin eləmişik. Madam ki, mənim əməlimdən sevinir, mənim əməlimdən qəmgin olur. Tövbə surəsinin 105-ci ayəsi, yadda saxlayaq. Bu sualın cavabı yalnız və yalnız Əhl-i Beyt məzhəbində tapmaq olar. Daha bundan çox uzun söhbət edib sizi yormaq istəmirəm ki, Allahın bir izzətinə, cəlalına, Peyğəmbər və Ali Peyğəmbərə xatir bizim aqibətimizi xeyrə mübəddəl eləsin inşallah. Amin. Hədis və əfdalullah, kitabullah, haythu yaqul, la ilahe mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.